Mayın 7-sində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı öz işinə başlayıb. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açılıb. Ardınca ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda eləmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısa metrajlı film nümayiş etdirilib. Konfransda açılış nitqi ilə çıxış eləyən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov Ulu Öndər Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının bu gündə öz bəhrəsini verdiyini vurğulayıb. Bildirib ki, ümummilli liderin müəyyən etdiyi strateji inkişaf xətti müasir Azərbaycan elmi və təhsilinin istiqamətini formalaşdırıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti olaraq biz də bu ali ideallara sadiq qalaraq elm və təhsilin inteqrasiyasını gücləndirmək, universitetimizi qabaqcıl elmi tədqiqat və innovasiya mərkəzinə çevirmək istiqamətində ardıcıl və məqsəd yönlü addımlar atırıq. Çıxış zamanı rektor Rüfət Əzizov konfransın əhəmiyyətinə toxunaraq qeyd edib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qarşısında duran əsas hədəflərdən biri onu elmi tədqiqat müəssisəsinə çevirməkdir. Onun sözlərinə görə, universitetin elmi nailiyyətləri, atılan strateji addımlar, elm və innovasiya sahəsində əldə edilən uğurlar, eləcə də universitetin beynəlxalq elmi metrik bazalardakı yüksəlişi bu məqsədə doğru mühüm bir irəliləyişin göstəricisidir. Konferans universitetin elmi tədqiqat universitetinə çevrilməsi yönündə bir addımdır. Konferansa 250-dən çox iş təqdim olunmuşdu. Və o işlərin 176-sı qəbul olunub, plagiatdan keçib və ekspertlər baxıblar. Növbəti illərdə ekspertiyyədən daha da dərinləşdirəcəyik və fikirləşirik ki, bu konferansda müsbət rəy alan işlər gələcəkdə tətbiqə yönləndirilə bilsin. Konferansda əsasən bütün sahələr üzrə olunan çıxışlar, müzakirələr mən inanıram ki, gənclərimizin gələcəkdə inkişafına töhfə verəcək. Bu cür konferansları biz mütəmadi etməliyik və gənclərin inkişafı konferansların keyfiyyətinin artırılmasından keçir. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi İşlər üzrə prorektoru Professor Lətafət Qardaşova və Humanitar Fənlər Kafedrasının professoru İradə Nuriyeva çıxış eləyərək konferansın gənc tədqiqatçılar üçün əhəmiyyətindən danışıblar. Çox maraqlı çıxışlar var idi. Belə ki, bu konkret olaraq tədqiqat işinin içərisindən götürülmüş materialların təqdimatı var idi ki, bunlar yəni bir çoxu pilotsuz uçuş aparatlarına və digər qeyri-səlis məntiq vasitələrinə həsr olunmuşdu ki, bunlar da yəni mənim indiyə kimi görmədiyim yeni ədəbiyyat vasitələri idi. Konferansların biz doktorantlar üçün əhəmiyyəti çox böyükdür. Yəni biz bu konferanslarda iştirak eləyə-eləyə elmi işimizi müdafiəsində bu bizim üçün bir yol açır. Bugünkü konferansda çox yüksək dəyərləndirirəm. Bu bizim elmi tədqiqat işlərimizdə çox köməkli edir belə konferanslar. Bugünkü konferansda xüsusilə. Bölmə iclasları ilə davam edən konferans mayın 8-də başa çatıb.